Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdə. Bir daha xatırladaq. Premier Liga 2025-26 mövsümü 4-1 çərçivəsində bu görüşdə Mərcan Klinikası və Green Bay kollektivləri üstədi hesabı. Green Bay komandası atsa da Paşayev Nicatın ifasında bu üstünlüklərini qoruya bilmədilər. İlk öncə Müsair 10 metrlik zərbədən fərqləndi. Daha sonra isə İsa topu torlara yolladı və fasiləyə Mərcan Klinikası 2-1 hesabı ilə öndə yollandı. Rəqib Green Bay önündə. Görə ikincisi də bizi nə gözləyir? Fərqi minimumdadır. Daha bir geri dönüş. Comeback mi izləyəcək yoxsa üstünlüyü artacaq mı? Zənimcə ikincisi iki hissədən daha da maraqlı olacaq. Hərçənd ki, məhsuldarlıq cəhətdən də daha maraqlı mübarizə izləyə bilər ikincisi də və onda qeyd edim ki, bu görüşün cavab oyunu da var. Bu ilk oyundu. Oyunun nəticəsi ilə ikinci cavab oyunundan yollanacaqlar. Orada isə Arif keçidi verəmədi. Cavidan Eydarov. İsa'ya qarşı qayda pozulub. Refer daha gerdən standart vəziyyətin yerinə yetirilməsini istəyir. Müsair zərbəni yerinə yetirəcək kimi görünür. Bəli, bir nəfərdən ibarət canlı sədd var. Qapıya zərbədir. Canlı səddə dəydi. Rəfa. Səmti dəyişdi Fuad. Bir aldacı cəhət. Vüsal Cəlilini aldatmaq istəyirdi Fuad. Arif. Rəfa. Emin zərbə. Krem. Keçid yoxdur. Sarı yerdə qaldı. Qayda pozulub. Ekran bəyəni paylaşan zəhmət olmasa, yəni bir qədər özünə gəlsin, suallarınız olursa da yazın. Vüsal Cəlili. Çönmək istəyirdi. Uzaqlaşdırmaq həmləsiyəm ki, ötürmə xarakterində daşıyırdı Rəvval. Qarşısına Elçin Aliyev var. Görə nə edəcək? Geri qayıtma məcburiyyətinə qaldı Nicat Paşayev. Green Bay'in həmləsi geridən qurulacaq kimi görünür. Emin hərəkətlənib cinahda. Cavid Eydarov cinah dəyişili. Emin ram edə bilmir. Samir. Sırf 2-1'de bir daha xatırladıram. Mərzan 2. Green Bay 1. Cavid Əşimov. Sen yanımda. Samir. Bəli, məğlub oldular. Hətta böyük hesablı bir məğlubiyyət yaşadılar. Ötürmək seyir Rəfa. Rəqib zərbə indirdi, alınmadı. Görüşdə artıq 30 dəqiqəni geriyə qoymuşuq. Son 20 dəqiqə. Fərqdə minimumda. Emin. Çevirmək istəyirdi. İsa'na təzyiq var. Müsair. Nəfəri qayda pozuntusu qeyd alır. Müsair yerdə qalıb. İndi məhz cərimə zərbəsi standart vəziyyət izləyəcək. Bu arada Green Bay'də faulların sayı 4'dür. Daha olacaq 2 faul. Qapiometrli birbaşa zərbə deməkdir. Olur ki, qalan dəqiqələr ərzində daha diqqətli, daha ehtiyatlı olmalıdırlar. Təhlükəli bir nöqtədir.
2 nəfərdən ibarət canlı səhədi var. Vüsal. Topu qapının üzərinə vurdu. Daha sonra isə komanda yoldaşlarından üzr istədi bu zərbə üçün. Revan bir ara ötürməsi İsa. Ötürməni oxudu araya girdi İsa. Məsələ görüşdə ikinci qol. Ondan gəlmişdi. Cavid. Revan. Bir ara ötürməsi Cavidan. Başev Nicat. Samir'in təzyiqi var. Revan. Top müdafiədən çıxarmaq istəyir. Bacarmadı Samir. Cavidan müdaxiləsi. Cavid Əşimov. Daha bir korner. Ötürmək sağ sinəsilə ram etdi. Sərbəst sələn kimi alınmadı. Təkrar ötürmək keçmir. Elə topda son olaraq Samirin özünə meydanı tərk etdi. Fuat. Savita. Elçin Aliyev. Allahcı zəhlər. Şairin zərbəsi top qapının üzərinə meydan tərk edir. Əkrəm. Hüsayir. Elçin Aliyev. Ayaq saxladı. Bir aldacı cəhət. Ara ötürməsi Samir. Vüsal Cəlili. Samirə düşürmək istədi, alamadı Paşayev. Vüsal Cəlili qaydanı pozub. Bir daha xatırladıq. Grimpey və Mərcan klinikası üzrədə bu görüşdə Premier Liqada 2025-26 mövsümü və 4-1 çərçivəsində komandalar üzləşirlər. Grimpey'in 2-1'li üstünlüyü var. Daha doğrusu səhvimi düzəldi. Mərcanın 2-1'li üstünlüyü var. Grimpey önündə. İndi Mərcanla daha bir əmri olacaq. Samir. Sol ayağa zərbə keçmədi. Fuat yerdə qalmışdı. Referindi qarşılaşmanı saxladı. Fuat da ayağa qalxır. Orada bir dəqiqəlik taymat. Bəli, taymatı götürən tərəf. Mərcan klinikası. Yeni mövsüm üçün yeni turnir üçün məhz qatılmaq istəyənlər mənə şəxsən yazmağınız kifayətdir. Yer gəlmişəm bunu da vurğu edək. Yönləndirəcəm turnir rəhbəri şəxsən özü cavablandıracaq. Sportserdir bura. Koroğlu Sportser. Mərcan klinikası, Mərcan. Şairin zərbəsi Trivela alınmadı. Arif. İsa. Səlahiddin, biz onu da yenidə meydanda görürük. Bir ara ötürməsi keçmədi. Nicat Paşayev söndü. Son müdaxilə Səlahiddin'dən. Fuat. Ara ötürməsi Elçin Aliyev. Keçid vermədi. Fuat. Arxa. Cavidan Eydərov zərbindir. Dalınmadı.
Bu arada Qripeyin heyətinə vəziyyətimə baş tutub Dünya Maliyev Mahir meydana daxil olub. Bunu qeyd edək. Altdan topa ilə daxil edilməlidir Samir Səlahattin. Samir. Sağ rəqibini təqib edir Fuad. Meydan tərk etməyib, devam etmək lazımdır. Paşayev. Fuad. Zərbə. Dünya Maliyevdən alınmadı. Bir ötürmək isə gözləmirdi sanki top ona çatacağını. Sami'nin zərbəsi Arif. Səlahattin. Səlahattin. Başı qapını düşündü. Arif bu əmləni də uzaqlaşdırma bacardı Elçin Aliyev burada. Qapısının köməyinə çatır. Qrimpey. Əmlər edəcək Nicat Paşayev. Görüşdə hesabı açmışdı ki, rəqibini aldatdı, bir qədər ayaq saxladı. Ara ötürməsi Elçin. Cavid Əşimov. Cavidan Eydarov. Görüşdə hesabı bərabərləşdirdi Cavidan. Türmədə dəqiq davrandı. Uzaq küncü nişan aldı və topu torlara yolladı. Kartlar yenidən paylanır meydanda. 2-2. Hesabda artıq bərabərlik var. Nicat Paşayev bu qol komandana sanki bir qədər də vəsləndirib. Paşayev sonunda Əkrəm. 2 gözəl hərəkət. Çəri. Arxa. Elçin Aliyev. Ne oldu dayı? Bəli, 2-2. Qrimpey 2. Mərcan 2. Bu arada Qrimpeydə faalları sayı artıq 5'dir. Olacaq bir fal qapiyometrli birbaşa zərbə deməkdir. Daha diqqətli, daha ehtiyatlı olmalıdırlar. Değme. İsa. Samir Aliyev. Bir ötürməsi Cavidan Eydarov. Məsələ hesabı bərabərləşdirmişdi. Səlahiyyətini uzaqlaşdırdı Ruslan. Verdiyev. Bu da səmti dəyişdi. Elçin Aliyev rəqibini qabaqladı. Səlahiyyətin. Orada Revan meydana daxil oldu. Cavidanı vəzlədi. Fuad. Daha doğrusu Cavid Əşimov idi. Son anda bir toxunuş və korner. Revan. Gitti. Değme ona. Ehtiyatlı. Görüşdə son 10 dəqiqə.
Ruslan. Peni qələbə qazandı. Bir ara ötürməsi yaxşı alanda İsal. Vüsal. Yaxşı ötürmələr, amma nəticə hasil olmur. Cavid. Da pozulub Rever üstünlüyə bıraktı. Zərbə. Referim vara baxdı, daha sonra penaltı zərbəsi təyin etdi. Penaltı olacaq. Rəfan zərbə və gol! Rəfan topu torlara yolladı. Green kollektivi önə keçir 3-2. Green 3. Mercan 2. Biraz kayıtsın. Elçin Aliyev. Samir. Bravo. Hüseynzadə Rəvan qolun müəllifi oldu. Cavita. Rəvan. Referi korner işarə edir. Küncdən zərbə. Cavid. Ruslan. Uzatma! Yokla! Yaşaysa! Altta top oyuna daxil edilməlidir. Yaxəta top hərəkətliyi qazanacaq. Rəvan Hüseynzadə məhz penaltı zərbəsini o yerinə yetirmişdi. Değme, ehtiyatlı. Değme. Sakala değme. Hemen geri çek. Ablamdan yok. Yeniden tutama yapmış. Kapın gör. Cavidan. Yine kablama. Yaşaysa. Ehtiyatlı değme. Maçdağa bu turnirdə mübarizə aparmır. Dokunma, şıraftı dokunma. Şair. Elçin Aliyev. İsa. Bir ara itirməsi Vüsal Cəlili. Samir. Cinadəşilik keçmədən Ruslanla verdi. Bravo. İsa. Var bir. İki. Güzel pastı. Əkrəm. Elçin Aliyev. Bir ötürməsi Samirə ötürmə ünvana çatdı. Cavidan Eytarov uğurladı. Cavidan. Rəfa. Vüsal rəqibini qabaqladı. Vüsal Cəlili. Allah hamd olsun işlerime. Özledim. Allah'ım özledim. Penaltı təyin olundu. Daha doğrusu 10 metrlik zərbə. Səhvimi düzəldim. Artıq 6-cı faul olduğu üçün qapıya metrli birbaşa zərbə. Hesabı bərabərləşdirmək olar. Müsait topun arxasında məhz ilk hissədə də 10 metrli zərbəni dəqiq yerinə yetirmişdi. Şair zərbə! Rif! Keçid vermir. Dəf etməyə bacardı.
İsa. Cavid. Cavid Əşimov davanı ötürməsi Fuad. Araya bak. Sen dersen ol. Samir. Qazandı qayda Posumi. Müsayir. Zərbə. Zaman keçidi yoxdur. Fuad. Ötürməsi Cavid Əşimov. Cavid bir rəqibini yola saldı və gol! Cavid! Dört iki. Geldi bak. Bir tane de Ramon sen. Sıra. Ramon bir tane promo ele. Ramon yıkıla da bilir. Ramon bir tane. Abi bu sen de mi? Benim kardeşim oyunda bekliyor. Ramon yerine bas. Ne başka ne? Ayak ucu. Ne? Burası topu. Burası. Cavidan zərbə! Rafa! Möhtəşəm paslaşma və möhtəşəm gol. Referi qarşılaşmanı bitirdi bu golla. Cavab oyununa Green Bay 5 hesabı ilə üstün yol alacaq Mərcan önündə. Hər iki komandaya cavab oyunda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.